Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Argentinada 22 yaşlı gəncin dəfn mərasimi ailə üzvləri və dostlar üçün gözlənilməz bir hadisəyə çevrilib. Yol qəzasında öldüyü düşünülən gənc "Mən sağam" deyərək hamını heyrətə salıb. Günün xəbərləri xarici mediaya istinadla xəbər verir ki, şəkər qamışı daşıyan yük maşını gənci vurduqdan sonra polis əvvəlcə intihar versiyasını nəzərdən keçirib. Lakin sonradan işi ehtiyatsızlıqdan adam öldürmə kimi təsnifləyərək məhkəmə tibbi ekspertiza təyin edilib. Ertəsi gün bir qadın polisə müraciət edərək ölən şəxsin oğlu olduğunu bildirib və bunu geyim və xarici görünüşə görə təsdiqləyib. Bunu əsas götürən polis əlavə araşdırma aparmadan cəsədi ailəyə təhvil verib. Dəfn mərasimi həftə sonu keçirilib. Elə bu vaxt mərasimə gəncin özü gəlib sağ olduğunu elan edib. Məlum olub ki, o bir neçə gündür yüzlərlə kilometr uzaqlıqdakı Alderetes şəhərində məzuniyyətdə olub və baş verən qarışıqlıqdan xəbəri olmayıb. Polis gəncdən ifadə alıb, tabutdakı cəsəd isə yenidən meyitxanaya göndərilib.